plana görə bizdə indi sual-cavab sessiyasıdır və mən özüm elə o aldığım məlumatları emal etməyə çalışıram. Biraz ağır mövzulardır. Sual vermək istəyən varsa, ənənəvi olaraq Ceyhun müəllimdən başlayaq. Buyurun Ceyhun müəllim. Siz Ruslar demiş, задается ton diskussiya, sizi dinləyirik. Hamınızı mən də salamlayıram. Çox zaman düşünürəm ki, liderlik bizə bossluğu unutmaq üçün elə bosslar tərəfindən göndərilən bir trenddir. Bizdəki əksər liderlərə baxanda xalq şairi kimidir də, sözlə qidalanırlar, kasıb yaşayırlar, nə bilim, sözlərində enerji olmur. Amma bosslara baxsan Range Rover'da gəzirlər, nə bilim, ən yaxşı markaları geyinirlər falan. Sizcə, lider olmadan öncə boss olmaq mütləqdir. Bəlkə heç boss olaq. Çünki bizim coğrafiyada musiqilərimizə baxsan kəskindir, yeməklərimiz kaloritlidir. Yəni biz vikinglər kimiyik. Bu birinci sualım. İkinci sualım isə ondan bəlkə. Çində baxın bir çox şirkətlərin idarə heyətlərində CEO-larda idarə heyətlərində süni intellekt var. Düşünün ki, qərarları da o verir. Yəni onun da qərarı nəzərə alınır. Sizin şirkətdə süni intellekt olsaydı idarə heyətindən biri, deyək ki, Mr. AI və qərarları daha dəqiq o versəydi, siz hansı hissləri keçirərdiniz? Yəni, bu olmuş bir faktdır artıq. Süni intellekt idarə heyətində var. Qərar verib və biz baxırıq ki, onun qərarı düzdür. O sual məncə daha maraqlıdır. Oradan başlayaq. Sonra qaydaq, lider, boss. Olar mı elə? Sual hər üç spikerdə yoxsa kimsə seçmək istəyirsiniz? Hər üçündə. Ronya xanım, gəlin birinci sualı sizə verim. Təsəvvür edək ki, sizin idarə heyətində süni intellekt var və baxırsınız ki, onun qərarı daha doğrudur. Hansı hissləri keçirərsiniz? Düzünü desem biraz coğrafyaya da bakardım. Yani eğer ben hala burada olsam danışmanlık hizmeti alırdım. Yani danışmanım olarak. Çünkü biliyorsunuz heyetlerin de danıştığı insanlar var orada. Belli dönemde onlarla işbirliği yapıyorlar veya uzun vadede onların bünyesinde oluyorlar. Danışman olarak alırdım. Yox, artıq idarə heyətindədir, sizin yanınızdadır. Onun da sizin kimi, tamam siz idarə heyətinin sədrisiniz, amma o da oradadır və baxırsınız ki, bu məntiqli, düzgün bir söz deyir. Mən bu dəqiqə cavab verə bilmərəm, misal üçün oturub düşünərəm, necə eləyim ki, olmasın idarə heyətində. Yəni, səmimi olsaq, birinci reaksiyam budur, müdafiə olunmaq. İkinci reaksiyam oturaram, baxaram. Bəlkə də ikinci dəfəsində gedərəm, oturaram, başlayaram düşünməyə. Anar bəy, siz necə düşünürsünüz? Sual çətin sualdır. Müəllim bəlkə də onun süni intellekti verib ondan alıb bilmirəm. Həmişə biraz düşündürün. Cavabı da növbəti mərhələ üçün daha strateji olmalıdır ki, ilk növbədə yazığım gələrdi, düzünü desəm. Yəni AI həqiqətən də bizim olduğumuz ekosistemdə, olduğumuz biznesdə, idarə heyətində olsa, beyni yanardı, yaxşı mənada. Yəni siz narahat deyilsiniz. Narahat deyiləm, xeyr. Onsuz da yəni çox da verimli ola bilməz. Mən demək istəyirdim. Okay. Natiq mənim, sizdə? Valla mən düşünürəm ki, əslində gələcək onu göstərəcək də bəzi vəzifələr idarəçilikdə ola bilsin ki, AI ilə əvəz olunsun. Bu, ola bilər ki, elə olsun. İndi bu hansı vəzifələr olacaqsa o ayrı məsələdə. Yəni, məncə daha çox dəqiq texniki instruksiyası olan bir departamentlərdə, məsələn, bu idarəçilik AI tərəfindən ilk növbədə tətbiq oluna bilər deyə düşünürəm. Yəni, siz düşünürsünüz ki, bu normaldır? Olmalıdır, yox, amma ola bilər. Normaldır. Ola bilər artıq. Biz buna hazır olmalıyıq məncə. O barədə düşünək. Mən bu sualı düşünməmişdim. Ümumiyyətlə, birinci sualımız biraz daha təkrarlasınız daha yaxşıdır. Çünki biraz da retorik suala bənzəyir. Mən cavab verə biləm. Amma gəlin bir spiker seçək, xahiş edirəm, bir spikerə yönəldirək. Olar mı elə? Anar müəllim cavab Sual verək. yadımda qalıb. Sual təkrarlayaq. Sual yadımda qalıb. Buyurun Anar müəllim. Ehtiyac yox təkrarlamağa, sizə əziyyət vermədik. Ceyhun mənim soruşurdu ki, lider olmazdan qabaq boss olmaq lazımdırmı? Düz yadımda qalıb. Mən düşünürəm ki, bəli. Zamanla vəziyyətində situativ liderlik deyilən bir anlayış var, təbii ki. Amma mən düşünürəm ki, o situasiyadan asılı olaraq şərt deyil ancaq lider olasan. Bəzi vəziyyətlər var ki, həqiqətən də orada boss olmaq lazımdır.
Boss olmağı bizdə LinkedIn postlarında yəni xəyanətkar, cinayət tərkibli bir əməl kimi qiymətləndirirlər. Amma boss olmaq pis bir şey deyil əslində. Zamanına, vəziyyətinə, insanına, olduğun mühitə görə bəzən boss olacaqsan ki, sonra lider kimi prosesləri davam etdirə biləsən. Mən belə düşünürəm. Sual da cavab da məni şəxsən çox rahatlatdı ümumiyyətlə. Süni intellektlə də bağlı həm də düşündürdü. Çox sağ olun. Biz sizin hədiyyələrimizi bizim deyəsən hazırlaşırsınız. Başqa sual. Gəlin zalın o bir tərəfinə keçək. Oradan xanım var. Gəlin mikrofonu xanıma yaxınlaşın. Zəhmət olmasa. Bəli, buyurun. İlahə Məmmədova, Menci Construction. Sualım Ronya xanım olacaqdı. Ronya xanım, indiyə qədər 300 mindən yuxarı marketinq layihəsi icra etmisiniz və bunların heç birində süni intellektdən istifadə etməmisiniz. Əgər həmən layihələri süni intellekt vasitəsilə istifadə etsəydiniz, fərq nədə olardı? Bu qədər, çox sağ olun. Fark sayıda olardı. Belki onu 2'ye katlamıştık. Bütçede olardı. Daha fazla kazanmıştık. Büyük ihtimalle biraz da ekibe yansımış olurdu. Biraz daha kompakt bir ekiple, daha bilgili ve profesyonel bir ekiple ilerlemiş olurduk. Çox sağ olun. Salam bir daha. Sualım xanım spikerimizədir. Bir xanım lider olaraq iş həyatınızda hər hansı bir üstünlük və ya çətinlik yaşamısınızmı? Maraqlı sualdır. Çox sağ olun. Buyurun Ronya xanım. O sözsüz ki çetinliği herden çok olabilir. Yani düzün demek olursa. Çünkü bizim coğrafyada biraz da erkek egemenliği yüksek olan bir yer. Ama İki xanım sual verib, amma bir bəy sual verib. Hələ ki burada artıqlaması ilə qorumağa ya burada çalışır. o denge sağlanmıştır. Ümumiyetle Azerbaycan'da ben bunu görmekte de çok gerçekten mutlu oluyorum ki çok güzel kadın liderler ve işin ehli olan kadınlar da var. Nazirlikte çalışıyorlar, bankta çalışıyorlar. Ama hepsinin ortak noktası o ki belli bir yerden sonra yükselemiyorlar. Əslində xanımlar bizdə gizli liderdir. O hər bir uğurlu kişinin arxasında xanım var. O bizdə həqiqətən işləmiş. Bir də bir şey deyim, Ronya xanım kreativ yoldaşlarla işləyir. Orada xanım üçün daha asandır. Misal üçün bəlkə də Anar müəllimin işində olsaydı orada biraz çətin ola bilərdi deyə düşünürəm. Mənim şəxsi remarkamdır belə deyim. Gəlin ortadan bəy əlini qaldırıb 9-cu masa. Ronya xanıma bir dənə sualım var. Sizin izah elədiyiniz mövzularda qrafik dizayner bir çəklik yaratmaq üçün prompt engineeringdən dəfələrlə istifadə ediləndən sonra müəyyən bir nəticəyə gələ bilir. Amma nəzərə alaq ki, sahibkarlar hamısı o promptları bir-bir eləyə bilmir də, prompt engineering olaraq öyrənə bilmir. Bir sahibkarın öz işində, öz biznesində AI-dan inteqrasiya edib özü üçün müəyyən bir biznes həllərini avtomatlaşdırmaq üçün istifadə eləmək üçün qısa bir addım olaraq nə tövsiyə eləyərsiniz ki, yəni nəzərə alaq ki, bu adam dəfələrlə, saatlərlə bir dənə həlli tapmaq üçün bir neçə dəfə edit eləyə bilmir də. Məsələn, biz Runway-də hansısa bir obrazı yaratmaq istəyiriksə, bir dəfə yazırıq, alınmır, təzədən bir dəfə yazırıq, onu dəyişirik. 7-8 dəfə eləyəndən sonra müəyyən bir şey eləyirik və bir müddət sonra bu bizdə formatı, doğru promptu necə yazmalıyıq. Amma sahibkarın buna səbri yoxdur. Deyərdik. Bu artıq bir workshop sualdır sözün açığı. Burada qısa olaraq sahibkar buradan necə daha sürətli və avtomatlaşdırılmış rahat istifadə edə bilər ki, öz biznesində istifadə edə bilər. Okay, gəlin qısa sual. Niyə workshop dedim? Çünki ağlıma belə bir şey də gəldi. Yenə networking təşkilatlarına müraciət edirəm. Maraqlı olan üçün bir workshop təşkil edə bilər. Bəlkə media balansının nümayəndələri var burada. Ödənişsiz bəlkə də sizə bir belə roadmap kimi bir şey çizə bilərlər. Çox qısa olaraq Ronya xanım, çünki vaxtımız azdır ona görə. Öncelikle yeni bir şey öğrenende kesinlikle sabırlı olmak lazımdı. Yani bir işin aceleye getirmek, bu teknolojiyi kullansanız bile size doğru neticeyi vermeyebilir. Özellikle AI ki eğitildiği şekilde size cevap verebilen bir yapıya sahip olduğu için sizin hep onu sınamanız, denemeniz gerekiyor. Ama bu süreyi daha aza indirmeniz gerekiyorsa eğer, dediğim gibi sunumda da paylaşmıştım. Kendinize göre özelleştirmeniz lazım. İlk AI'yı indirdiğinizde basit ChatGPT'den veya Gemini'den bahsedeceğim. Burada siz settings'de sana nasıl cevaplar çıkartmam gerekiyor, seni nasıl sınamam gerekiyor diye sayfaları var. Çünkü orada kendinizle ilgili yazıyorsunuz. Orayı beni zorla,
benim sana verdiğim neticelere karşı çık. Ya da mesela örnek veriyorum, buraya eğer çıkış yapıyorsak ve hazırlanıyorsak bana bu sunumu, beni dinlerken senin dişçi kliniğin var. Acaba bu sunumdan fayda sağlanabilecek misin? Yani fayda alabilecek misin gibi promptlayarsanız orada göreceksiniz ki evet, size çok farklı neticeler verebiliyor. Başta AI'yı çok iyi customize edip sonrasında sürecinizi azaltabilirsiniz. Dostlar, son 2 sualı alaq. İstəyirəm biri arxa masadan olsun, hardansa. Xanım, buradan yaxşı görə bilmirəm, Günel xanım deyəsən. Buyurun Günel xanım. Salam. Mən transformasiya ilə məşğulam. Kaspen Enerji Klubda Balğa müəllim bayaqdan dediyi networking təşkilatı, həmin o təşkilat bizik. Hansı ki Food City Agroparkı artıq bir neçə də biznes tur təşkil edib. Düzdür, Balğa müəllimin o turlarda iştirak etməyə vaxtı yox idi. Bundan əlavə olaraq bildirmək istəyirəm, sualım var, bir sualım. Sualım nədən ibarətdir? Mən bir transformasiyanı həyata keçirən bir kadr kimi. Bilirəm ki, 3 transformasiyada əsas şəxslər var. Biri transformasiyanın sponsoru, ikinci transformasiyanı edən şəxs və komanda. Hər kəs komanda ilə, yəni bu transformasiyanı necə aparmaq lazımdır, komandaya tətbiq etdiyimiz alətlərdən və s. danışırıq. Amma sahibkarla, hansı ki transformasiyanın əsas sponsorudur, bizim aramızda olan münasibətləri daimi necə motivasiya edək ki, sahibkar çox vaxtı istəyir ki, verdiyi, belə deyək, tapşırıq dərhal olsun və transformasiyanı gözləyir ki, yəni bu dərhal olan bir prosesdir və yaxud da çox uzun müddətli bir proses deyil. Hətta biz sponsorları izah etsək ki, belə bu 2 il, 5 il çəkə bilər. Transformasiyanın həmin o sponsoru, həmin o üstündə duran şəxsin motivasiyasını necə dinamik saxlayaq? Əsas sualım bundan ibarətdir. Çox sağ olun. Maraqlı və Balıq vacib müəllim, sualdır. növbəti tədbirlərimizdə sizi gözləyirik. İnşallah. Xahiş edirəm Anar müəllim, bizlə birlikdə bir biznes tur edək. Balıq müəllim də iştirak etsin. Çox Günel sağ olun. xanım, çox sağ olun, halal olsun. Anar müəllim, buyurun. Əslində sual sizədir. Çox sağ olun, suala görə əla sualdır. Əslində bayaq qeyd etdiyim kimi o ekosistem hansı ki sağlam ekosistem olmalıdır. Sahibkar, təsisçi və digər bütün stakeholderlar, hansı ki maraqlı tərəflər həmin ekosistemin sağlam olmasında rol olan adamlardır. O ekosistem sağlamdırsa, sahibkara bu biznes transformasiyanın və ya rəqəmsal transformasiyanın labüdlüyü haqqında çox uzun çəkən inandırıcı faktlar ortaya qoymağa ehtiyac qalmır. Bunun sadəcə olaraq biznesin var olması, davam etməsi və müştəriyə fərqli təcrübə yaşatması baxımından nə qədər önəmli olduğuna dair bir neçə əsaslandırıcı, izah edici fakt olsa, yenə deyirəm, bu bizim keysə aiddir. Sizin keysdə fərqli ola bilər, bizim üçün doğru olan, sizin üçün yanlış və ya tətbiq edilə bilən olmaya bilər. Bizim keysdə bunun bu formada izah edilməsi, sahibkarlarımıza çatdırılması ki, nəzərə alsaq ki, bizim sahibkarlarımız hərəsi fərqli yanaşma tərzində olan sahibkarlardır. Onlara bunu izah edilməsi çox bizim vaxtımızı çəkmədi. Və nəticə itibarilə şirkətin baş icraçı direktoru kimi bu funksiyalar mənə ötürüldüyünə görə, dolayısıyla əməliyyatın, belə deyək də, bir növ rəqəmsallaşmasından söhbət gedir. Sahibkarlar sadəcə o prosesin əvvəlində və sonunda vəziyyətlə bağlı status reportlar almaqla vəziyyət barədə məlumatlı olurlar. Yəni, ekosistemin ən vacib tərkib hissəsi elə həm də sahibkarların özləridir. Onlar bu prosesə ən azı mane olmamalıdırlar. Mane olduğu müddətcə o rəqəmsal transformasiyanın başlaması belə mümkün deyil. Mən bir kişi əlavə edim, Anar müəllimin misalı, o transformasiyanı edən adam sahibkar gətirib qoyduğu, yerləşdirdiyi və təyin etdiyi adamdırsa və o həqiqətən lazımi kompetensiyalara malikdirsə, yəqin ki, sahibkar o dinləyəcək adamı. Orada olan adamdan da çox şey asıldır və son sualımızı masaya vermək istəyirik. Buyurun. Spikerləri mən də salamlayıram, bütün iştirakçıları salamlayıram. Sualım Anar müəllimədir. Sualım bundan ibarətdir ki, biz işimiz birbaşa kənd təsərrüfatı məhsullarını istehsal edən kiçik və orta sahibkarlarla bağlıdır. Onlara texnikaların və aqreqatların satışı ilə məşğul oluruq. Bilmək istərdim, Food City, bu bayaq rəqəmlər göstərdiniz, elan elədiniz. Birbaşa bizim istehsalçılarımıza hansı töhfələr olacaq? Onların həm məhsulların vaxtında
deyək ki, digər ölkələrə çatdırılmasında, həm onların məhsulların vaxtında deyək ki, daha yaxşı, uyğun qiymətə alınıb çatdırılmasında bir rolu və ümumiyyətlə bu istiqamətdə gələcək planları nədən ibarətdir? Food City-nin rolu nədən ibarət olacaqdır? Çox sağ olun. 10 saniyə. Buyurun. Food City ümumiyyətlə məhsul alıb satmır, xidmət satır. Ona görə biz bu sahədə özümüzü görmürük. İkinci etapda Food City-nin əsas məqsədi sahibkarın mümkün qədər qısa müddətdə məhsulunun sənədləşməsinin hazırlanıb, tırının ixracı hazırlanması. Necə ki, asan xidmətə girib, artıq bir neçə dəqiqə ərzində rəsmi rüsumu ödəyib prosesi tamamlaya bilirsinizsə, eyni şey ticarətin asanlaşdırılması məqsədi ilə bizim terminalda baş verir. Və israr edir yoldaşlar, onun üçün son sual, əlavə bir sual alınır, bonus deyək. Buyurun. Mikrofonu zəhmət olmasa. Anar müəllim, üzürlü sayın, bilirəm sizin vaxta girmişik, amma israr etdilər deyə. Mən Pərviz Məmmədov, RS Global şirkətinin təsisçi direktoruyam. İlk öncə Sat Qrup komandasına təşəkkür edirəm. Doğrudan da Azərbaycan belə tədbirlərə ehtiyacı var. Mənim 2 sualım olacaq. Biri Rönya xanımadır, biri Anar bəyədir. Suallarımı vermədən öncə qısa bir start sualı var. Onları cavablandırmanızı istəyirəm ki, daha sonra sualımı verim. Bizə sual yönləndirdiniz Rönya xanım ki, AI sistemi bizə əvəzləyə bilərmi? Bəs sizə əvəzləyə bilərmi? Bu suala bir net cavab verin ki, növbət sualıma keçin. Ronya xanım əslində cavab vermişdi. AI onları əvəz eləyə bilər, sizə əvəz eləyə bilərmi? Ronya xanım dedi ki, yox, bizə əvəz eləyə bilməz. Tamam, o zaman sualım bundan ibarətdir ki, bugün karyeranızı sıfırlasaz, yenidən başlamaq məcburiyyətində qalsaz, AI sistemlərindən hansınla istiqamətlənib, hansı sahə üzərində inkişaf edərsiniz? Hangi saha üzerinde sözsüz ki neye yeteneğim varsa ilk yani hangi işi daha çok seviyorsam onun üzerinden ilerlerim. Burada da hangi AI ile diye baktığınızda araştırma kısmında kesinlikle ben ya Gemini'den ya ChatGPT'den ya Perplexity'den yardım alırdım. Çünkü hangi alanlarda daha fazla faaliyet gösterebiliriz, daha fazla şu an herkes en kısa vadede kim daha fazla kazanabilir gibi araştırmaları oradan yaparak kendi yeteneğime, kendi bütçeme uygun eğer girişimciysem ona göre araştırmayı yapıp karar verirdim. Burada tabii ki bir tek onlarla değil, tecrübe sahibi olan etrafımdaki insanlardan da destek alırdım. Yani ben %100 kendimi bir AI'ya daha teslim edemiyorum. Teşekkür ederim. Çok sağ olun. Anar bəy, növbət sualım sizədir. Siz çıxışınızda bildirdiniz ki, rəqəmsal transformasiyaya biz başladıqda bütün kollektivlə sağollaşdıq. Bu kollektivlə neçə il müddətində çalışırdınız? Və yeni kollektivi artıq yığdığınız müddətdə rəqəmsal yenilikləri bu kollektivə, bu komandaya necə təşviq edə bildiniz, necə aşılaya bildiniz? Bütün kollektivlə yox, kollektivin bəzi üzvlərinə, bütün kollektivlə sağollaşsaq proses başlanmaz. 14 nəfər daha dəqiq desəm, 14 nəfərlə sağollaşdılar. Buyurun cavab verin ona. Sonraki etapda komandaya cəlb edilən insanların zaten texniki və yumşaq bacarıqlarını qiymətləndirmə apardığımız zaman onların ümumiyyətlə transformasiya və rəqəmsallaşma meyllərini ölçmək üçün müxtəlif testlərlə onları yoxlayırdıq və əgər adamların ümumiyyətlə natura olaraq dəyişikliyə meyilli yoxdursa, bu istir rəqəmsal olsun, istir kağız üzərində olsun, həmin yoldaşlarla biz həmin belə deyək də işə alım prosesində münasibətlərimizi saxlayırdıq. Yəni ən vacib orada xüsusiyyət bizim üçün dəyişikliyə meyilli, growth mindseti olan insanlar olmalı idi ki, onlar bizim başlandığımız prosesdə bizə dəstək olsunlar, mane olmasınlar. Təşəkkür edirəm. Buyurun. Çox sağ olun Anar bəy, çox sağ olun Ronya xanım. Bir daha hamıya təşəkkür edirəm. Gəlin biz son hissəmizi də bitirək. Son hissəmiz hədiyyələrdir. Bizim 5 sponsorun hədiyyəsi var və spikerlərimiz bir-bir ən yaxşı sual seçməlidir. Ronya xanımla başlayaq. Ronya xanım, siz 166 yük taksi şirkətinin hədiyyəsi var. Hədiyyə çantası qeyd olunub. Belki de... Heyetimize suni intellekt ekleyen arkadaşımız bence güzel bir soru sordu. Ceyhun müəllim yaxınlaşın. 166'nın hədiyyəsini Ceyhun müəllim qazandı. Ceyhun müəllim, buyurun. Akfin Group'un hədiyyəsi var. Akfin Group deməli maliyyə software proqramları. Mən bilirəm ki, marketinqlə məşğul olan yoldaşlar maliyyədə biraz zəif ola bilirlər. Ona görə sizə belə bir hədiyyəni verək ki, maliyyəniz güclü olsun. Çox sağ olun. Təbrik edirəm. Çok sağ olun. Anar bəy, ikinci
yaxşı sual seçin. Creatime şirkətindən bir promo setimiz olacaq. Gözəl kətan çanta var, termos, fincan, ekoloji təmiz çanta. Sonuncu sual. Sonuncu sual. Bəli, maraqlı sual idi. Təşəkkür edirəm. Əslində siz hədiyyəni versəz bəlkə də daha yaxşı olar. Mən Ronya xanımın hədiyyəsini mən verdim Ceyhun bəyə. Amma növbəti forumda özünüz verərsiniz. Deməli, Creatime şirkətindən. Təşəkkürlər. Xeyirli olsun. Sağ olun. Bizim növbəti spikerimiz siz də seçin bir yaxşı sual, bəyəndiyiniz sual hansı oldusa. Mənim bəyəndiyim sual əslində boss və ya lider sualı idi. Ona da mən yazmışdım burada. O idi. Gəlin ədalətli olaq. Seçibsə spiker biz nə deyə bilərik ki, bizim işimiz moderasiyadır. Buyurun. Ceyhun müəllim gəlin. O idi. Bu səfər Bu forumdan ən çox faydalı. O nədir üzr istəyirəm? Çaytek. Çox sağ olun. Portativ Çaytek olsun sizin. akustika şarj edir. Ceyhun müəllim. Yaxşı, sağ olun. Növbəti forumda spiker kimi çıxış etsəniz məncə daha bir dəfəlik bağlanır. Bəli. Buyurun. Sağ olun. Və Natqın getməmiş sonuncu hədiyyəmiz də var bizim. Düz bilirəm mən. Olsun. İki hədiyyəmiz də var. Gəlin daha bir sual seçin 166 logistikadan. Hansı başqa sual olub bəyənmisiniz? Biraz çətin məsələdir. Çünki məncə spikerlər yaxşı dinləməyib sual verənlərə ona görə. yox. Araya girebilir miyim? Balağa bəy, Balaga Bey. Bəli. var. Belki Ronya xanım. Buyurun Ronya xanım. bir kadın olarak aslında sorulan soru çok güzeldi. Hani bir kadın lider olarak hangi koşullarda rahat Okey, çalışabiliyoruz gəlin belə eləyək. diye. Bir də Günel xanımın sualı var. Mən də bir səs haqqım varsa. Hər iki xanımı dəvət eləyək bura. Spikerimiz hər ikisini, hərəsinə bir hədiyyə versin. Birini də siz verin. Siz də yaxınlaşın elə birlikdə burada. Gəlin. Bu nədir? Biri sizin. Siz sağ olun, buyurun. Hə, bir yaxın yanaq şəkil çəkdi. Mən də sizə qoşulum. Hətta. Buyurun. 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 Çox sağ olun dostlar, təşəkkür edirəm. Bizim panel burada bitir. Mövzular bir daha ən başda dediyim kimi yetərincə çətin və ağır mövzulardır. Və hamımız üçün maraqlı mövzulardır. Mənim təklifim budur ki, kofe breyklərdə spikerlərə yaxınlaşasınız. Suallarınız varsa verəsiniz. Utanmağa, çəkinməyə ehtiyac yoxdur. Bugün bunun üçün buraya yığılmışıq. Bir daha çox sağ ol deyirəm, təşəkkür edirəm. Hər birinizə SAT qrupa ayrıca təşəkkürlər gözəl tədbir üçün. İnşallah 3-cü paneldə görüşərik. Təşəkkür edirik spikerlərimizə və moderatorumuza. Sizə də xüsusi hədiyyələrimiz var. Odur ki, birinci xatirə şəkli çəkdirin, daha sonra isə hədiyyələrimiz olacaq. Və çox maraqlı panel idi həqiqətən də və xüsusən də süni intellektlə bağlı xeyli suallar verildi. Mövzu aktualdır. Əminəm ki, bir çoxlarınız iş mühitinizdə hər gün bu mövzu barədə öz əməkdaşlarınızla danışırsınız. Buyurun, hədiyyələriniz. Təşəkkür edirik sizə. Buyurun. Ronya xanımınki çəhrayıdır. Ronya xanım, sizinki çəhrayıymış. Bəli, buyurun. Təşəkkürlər, çox sağ olun. Buyurun. Və mən təşəkkür edirəm Balağa bəy sizin enerjinizə görə və dostlar, qısa bir coffee break fasiləmiz olacaq. Vaxt itirmədən çünki biz istəyirik növbəti panelimizə keçid alaq. Odur ki, gəlin bu coffee break-i biraz qısa edək, networkingimizi növbəti fasilələrə saxlayaq və növbəti panelimizə keçid almazdan öncə bir daha qeyd edim ki, sertifikatlar əldə etmək istəyirsinizsə forumdan bağlı qeydiyyat masasına yaxınlaşmağı da unutmayın. Həmçinin fasilədən sonra isə təsadüfi seçimlə hədiyyələrin sahiblərini müəyyənləşdirəcəyik. Odur ki, diqqətiniz bizdə olsun.